Salam, hər vaxtınız xeyir olsun, dəyərli 6-cı sinif şagirdləri. Bugün keçirilən monitoring imtahanının deməli suallarını mən sizə cavablarını deyəcəm. Bunu izah eləmirəm, digər ikisini izah etmişəm. Sadəcə cavabları deyəcəm, siz yoxlayarsınız. Bu görürsünüz, bax D variantıdır. Digər variantlar da kanalımızda var. Birinci sualın cavabı C olacaq. C. İkinci sualın cavabı C olacaq. Üçüncü sualın cavabı D olacaq. Dördüncü sualın cavabı C olacaq. İzah etmirəm. Dediyim kimi digər A, B variantlarını tam izah etmişik. Sadəcə bunu tez yükləmək üçün deməli deyirəm. 5-ci sualın cavabı A variantıdır. 5-ci sualın cavabı A variantıdır. Digər mətn budur. İstəsəz oxuya bilərsiniz. Keçirik 6-cı sualın cavabı. 6-cı sualın cavabı A olacaq. 7-ci sualın cavabı D olacaq. 8-ci sualın cavabı B olacaq. 9-cu sualın cavabı C olacaq. 10-cu sualın cavabı A olacaq. 11-ci sualın cavabı A variantı. 12-ci sualın cavabı B variantı. 13-cü sualın cavabı B variantı. 14-cü sualın cavabı A variantı. 15-ci sualın cavabı 15A variantı. Sonra keçək bu birinə. 16-cı sualın cavabı D variantı. 17-ci sualın cavabı B variantı. 18 C variantı. 19 D variantı. 20-ci sualın cavabı A olacaq. 21-ci sualın cavabı da A olacaq. 22-ci sualın cavabı C olacaq. 23-cü sualın cavabı D. 24 A. 25 də B. Deməli, digər videolarda izah etmişik deyə burada izah etmədik. Kanalımıza abunə olun, videomuzu bəyənin, paylaşın dostlarınızla. Hansı dərs istəsəz kanalımızda var, onları da baxa bilərsiniz.